Bir şeyin düz və yaxud da yanlış olduğunu necə bilirsiniz? Məsələn, necə bilirsiniz ki, bu mənim yerimdir, bu mənim ortamımdır? Güvəndiyim önəmli meyarlardan biri də orada hissdir. Məsələn, bir insanla ünsiyyət eləyirəm, ilk andan hiss eləyirəm ki, qəşəng danışır, zahiri də əla, səliqəli, hər şey yaxşı. Nəsə görürəm ki, yox o deyil də, bu məni itələdi. O mənə əgər itələdisə, deməli ondan o iş alınmayacaq da, bununla dostluq alınmayacaq, səfər alınmayacaq, layihə alınmayacaq. Və yaxud da gedirəm bir ev almağa, baxıram qiyməti münasib, hər şey qaydasında, ancaq içəri girirəm, bu hava məni tutmur da, məni itələyir. Dedim, əgər itələyirsə, mən orada bir ömür yaşaya bilmərəm də o hisslə. Çünki dedim, o daş divardan çox orada aldığım hissdir. Odur. Bax, o hiss. O hiss varmı o mühitdə, o insanla, o şəxslə? O hiss varsa o önəmlidir. Bu dəqiqə biznesdə də hər şey o hiss satır. Girirsən bir kafeyə, bir restorana, hiss səni tutdusa, sən orada qalırsan və hər dəfə ora gəlirsən. Hiss bizi qaytarır, hiss keçmişə də qaytarır, insana da qaytarır. Dedim, o hissdir.